Binəqədi qəsəbəsində Nicat Marketin və yeni tikiləcək olan molun arxasında belə geniş 2 maşınlıqla daxil olacaq qədər olan 3 otaqlı həyət evimiz satışa çıxıb. Evimiz kürsülüdür. Burada kombi üçün ayrıca yerimiz də vardı. Bura isə evimizin podval hissəsidir. Təmiz və qurudur. Hətta polkalar da yığılıb veş yığmaq üçün. 2 maşın rahatlıqla daxil olur evimizin həyətinə. Baxın, gördüyünüz kimi. İndi evimizin içərisi ilə tanış olaq. Ev koridor sistemi iləndir. Çox səliqəli inşa olunub. Belə bir qonaq otağımız var. Pəncərəsi işıqlıdır və geniş otaqdır. Kombi xətləri çəkilib, hal-hazırda kombi işlək vəziyyətdədir. Belə bir mətbəx hissəsi var. Mətbəx mebeli də qalacaq evdə. Çox səliqəli saxlanılıb ev, həqiqətən. Çox xoşuma gəldi. İndi daxil olaq evin yataq otağına. Bura isə evimizin yataq otağıdır. Bura isə digər yataq otağıdır. Yer hissəsinə də pol vurulub, laklanılıb. Bu evimiz 3 otaqlıdır. Çox super və səliqəlidir. Bu evlə maraqlananlar zəhmət olmasa bizlərlə əlaqə saxlasın. Sağ olun, salamat qalın.